Heç şübhəsiz fantastik ədəbiyyat qədər haqsızlıq edilən bir digər ədəbi janr varsa, bu da erotik ədəbiyyatdır. Erotik ədəbiyyat düşünüldüyü kimi əxlaqsızlığı təbliğ edir, yoxsa onun da bir ədəbi dəyəri var. Bunun üçün müraciət etməli olduğumuz ilk kitab Alexandriyanın Erotik Ədəbiyyat Tarixi adlı bu əsərdir. Bu kitab antik Yunanistandan kitabın yazıldığı dönəmə qədərki erotik ədəbiyyatı sistemli şəkildə və izahlarla təqdim edir. Bu həmçinin filoloqlar və bu janrı araşdıran insanlar üçün faydalı ola bilər. Bir digər kitabımız isə janrın ən önəmli nümayəndələrindən sayılan Marki de Sade'ın Eşqin Günahları adlı bu əsərdir. Burada onun müxtəlif hekayələri toplanılır və Marki de Sade ədəbiyyatına giriş üçün ən rahat nümunələrdən biri hesab edilir. Üçüncü əsərimiz isə İngilis ədəbiyyatının klassiklərindən hesab edilən Bir Qadının Zevk Xanımları adlı bu kitabdır. Kitab məktublar halında yazılmış və baş qəhrəmanın dilindən öz bioqrafiyası danışılır. Növbəti tövsiyəm isə Alman-Avstriya ədəbiyyatından hesab edilən Leopold von Sacher-Masoch'un qələmə aldığı Güclü Venüs adlı bu klassik əsəridir. Həmçinin mazoşizm termini də bu əsərdən ilham almışdı. Son olaraq isə şeir janrından Bertolt Brecht'in erotik şeirlər toplusunu göstərə bilərəm. Unutmayın ki, erotik ədəbiyyat əxlaqsızlığı təbliğ etmək üçün deyil, insanın ən gizli duyğularını ədəbi dillə ifadə edən bir janrdır.